Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 19 aprel 2026-cı ildə Güvən Nəşriyyatının keçirdiyi kurslara qəbul imtahanında 10-cu sinif 1-ci və 2-ci qrupların riyaziyyat suallarının izahına baxacaq. İlk öncə kanalımızı bəyənib abunə olmağı unutmayın. Keçək 21-ci sualın izahına. Deyir, biri digərinin 60% olan iki natural ədədin ortaq olmayan sadə vurğuların hasilini tapın deyir. Demək onda bir ədədimiz A olsun, digəri də B olsun. A ədədimiz bərabərdir B-nin 60%-nə. Sıfırları ixtisar aparsaq, buradan alır ki 10A bərabərdir 6B-yə və ixtisar aparsaq 5A bərabərdir 3B alınmış olur. Və alırıq ki A'mız 3K'dır, B'miz 5K'dır. Və bizdən soruşur ki, ortaq olmayan sadə vurğunun hasili. Burada baxsaq ki, K hər ikisində ortaqdır. Demək, ortaq olmayan 3 ilə 5-dir. 3 5-im də edir 15. Cavab olur C variantı. Keçdik növbəti sual 22-ci suala. Deyir, A çoxunun elementi 1, 2, 3, 4, 5-dir. B çoxunun elementi 3, 4-dür. Çoxluqlar üçün aşağıdakı hansı doğru deyil? Burada elə görünür ki, B-nin elementi 3, 4, A-nın tərkibində olduğuna görə, demək ki, onda B-miz A-nın alt çoxluğudur. B A-nın alt çoxluğunu bilirik. Onda gəldik variantlara baxaq. Demək ki, A ilə B-nin birləşməsi 1, 2, 3, 4, 5-dir. Bu doğrudur. Bu getdi. B variantında deyir ki, A-nın B-dən fərqi 1, 2, 5-dir. A-nın B-dən fərqi odur ki, A-da olsun, B-də olmasın. Yəni 3 ilə 4 çıxsaq 1, 2, 5 bu da doğrudur. Bu da getdi. C variantı deyir ki, A ilə B-nin kəsişməsi 3, 4-dür. Bəli, hər ikisinin ortağı 3, 4-dür. Demək ki, C variantı da doğrudur. D variantında deyir ki, B-nin A-dan fərqi 3, 4-dür. Şagirdlər, burada fikir versək, biz B-nin A-dan fərqi nə deməkdir? Yəni, B-nin A-dan fərqi odur ki, yalnız B-də olsun, A-da olmasın. B-nin 3, 4 elementi A-nın tərkibində olduğuna görə, B-də elə bir element yoxdur ki, yəni A-da olmasın. Ona görə D variantımız yanlışdır. Yəni cavabımız D variantıdır. Keçdi 23-cü sual. 0,2 dövrdə 7 dövrə onlu kəsrinin adi kəsr şəklində yazılışında məxrəc aşağıdakılardan hansı ola bilər? Demək, biz bunu adi kəsrə çevirsək, demək, məxrəc dövrün sayı qədər məxrəcə 9, dövrə qədərki ədədin sayı qədər məxrəcə 0. Oldu 90. Sonra bütöv ədədimizdən 27-dən çıxırıq dövrə qədərki ədədimiz 2-ni. Bu da bərabərdir 90-da 25 olmuş olur. Və bunu da ixtisar aparsaq 5-ə 18-də 5 olmuş olur. Bizə deyir ki, məxrəc aşağıdakının hansı ola bilər? Baxaq. Demək, məxrəcimiz 2-yə vursaq kəsirimizi burada, yəni 36-da 10 olar, yəni D variantı ola bilər. Amma digər variantlarda ola bilməz. Yəni cavabımız olur D variantı. Növbəti sual 24-cü sual. 30% 42-yə bərabər olan ədədin 75%-ni tapın deyir. 30% 42-dirsə, onda 42-ni 100-ə vurub 30-a bölək. Həmin ədədi tapmaq üçün. Buradan sıfırlar getdi. 3 ilə də 42 isə burada 14. Oldu 140. Bizə deyir ki, bərabər olan ədədin 75%-ni tapın. Yəni 140-ın 75%-ni soruşur. 75-ə vurub 100-ə bölək. Bunlar 25-ə ixtisar getsə burada 4, burada 3. 140-ı da 4-ə bölsək, demək 14-də 4 3 dəfə, bu da 5. 35-i də 3-ə vursam 105 olmuş olur. Yəni cavabımız oldu D variantı. Növbəti sualımız 25-ci sual. 25-ci sual şagirdlər. Belə bir düsturumuz da var ki, bura alfa, bura bir beta desək, burada bir x bucağı desək, alfa ilə betanın cəmindən 180 çıxanda bizə verməlidir x-i. Və yaxud da biz buradan paralel bir xətt çəksək, onda bura 5x-sə, buradakı bucaq ilə bu 5x-in cəmi 180 olmalıdır. Onda bura olur 180 çıxılsın 5x. Eyni qaydada CD-imiz də bura paralel olduğuna görə burada olur 180 çıxılsın 7x.
İndi bunların üçü də 180'i verdiyinə görə, onda 180 çıxılsın 5x. Üstə gəl 3x, üstə gəl 180 çıxılsın 7x bərabərdir 180 almış olur. Və buradan 180'lər getdi. Sadələşdirsək 180 bu elədir. Mənfi 2x çıx 7x oldu mənfi 9x bərabərdir 0'a. 9x bərabərdir 180'ə. X də bərabərdir 20 almış olur. Yəni x'imiz oldu 20 B variantı. Növbəti sualımız 26-cı sual. Sinifdəki 9 şagirdin yaşlarının ədəd ortası 15'ə bərabərdir. Sinifdəki müəllimin 35 yaşı olarsa, müəllim və şagirdlərin birlikdə yaşlarının ədəd ortasını tapın. Əvvəlcə şagirdlər 9 şagirdin yaşlarının cəminə biz x desək, x'i onların sayına bölsək, yəni 9'a bölsək, bu bizə verib 15'i. Onda buradan x'i tapsam, 9 vur 15, yəni 135 olmuş olur. İndi gəldik bizə deyir ki, sinifdə müəllimin 35 yaşı olarsa, müəllim və şagirdlərin birlikdə. Onda 135'in üzərinə müəllimin yaşını gəlsək, onda 9 şagird var idi, bir də müəllim, onda ümumi sayımız oldu 10. Və 10'a bölsək ədəd ortasını tapa bilərik. Bu da olur 170 bölünsün 10 bərabərdir 17 alınmış olur. Yəni cavabımız D variantı. Növbəti sualımız 27-ci sual. Bərabəryanlı düzbucaqlı üçbucağın hipotenuzu üzərində qeyd olunmuş nöqtədən katetrə qədər məsafələr 2 və 4 cm olsa, katetlərin uzunluqları cəmini tapın. Demək, düzbucaqlı üçbucaq çəksək, burada götürülmüş bir nöqtədir. Demək, bu katetə qədər məsafə 2'dir. Bu katetə qədər məsafə də 4'dür. İndi bərabəryan olduğuna görə biz bilirik ki, iti bucaqlarımız 45-45'dir. Bura 45, bura 90, onda bu da 45'dir. Onda burada 45 dərəcədir. Onda 45-45'e görə bu hissə 2'dirsə, bu hissə də 2'dir. Bura 4'dürsə, onda qarşı tərəfimiz burada 4'dür. Bura oldu 6. Bura 6'dırsa, onda bu tərəfimizdə 6'dır. 6 ilə 6'nın cəmi bizə verir 12. Cavab oldu C variantı. Növbəti sual 28-ci sual. Deyir, x ilə y-in cəmi 8. Hasili isə 3 olarsa deyir, x kvadratı y üstə gəl x y kvadratı ifadəsinin qiymətini hesablayın. Biz burada hər ikisindən ortaq olaraq x y-i çıxarsaq, yerdə qalır x plus y. Bu da bərabərdir. 3 vurulsun 8, 24 olmuş olur. Cavab oldu C variantı. Növbəti sual 29-cu sual. Deyir, AB vətəri çevrəni 2 qövsə ayırır. Bu qövslərin kiçiyi 108 dərəcə olarsa, AB vətəri ilə A nöqtəsindən keçən toxunan arasındakı kör bucağı tapın. İlk öncə çevrəmizi çəkək. Demək, bu bizim AB vətərimiz olsun. Və qövsə ayırdığı bura 108 dərəcədir. Demək, şagirdlər, AB vətərimiz 108 dərəcə qövsə ayırdı. Və bizə deyir ki, AB vətəri ilə A nöqtəsindən keçən toxunan arasındakı kör bucağı soruşur. Onda buradan belə bir biz toxunan çəksək, bu bizim AB vətərimizdir. Bura daxili bucaqdır, yəni 108'in yarısı olur 54 dərəcə. Və bizə bilir ki, buradan bura qədər 180 olduğuna görə, onda 54 180'dən çıxsam 126 dərəcə olmuş olur. Yəni cavabımız oldu B variantı. Keçdik növbəti sual 30-cu sual. İfadənin qiymətini hesablayın deyir. Buradakı kökə baxsaq, 81'dən 9 çıxır. Onda olur kök altda 12 vurulsun kök altda 3-cü dərəcədən 18 gəlsin 9. Bu da bərabərdir. Kök altında 10 üzr istəyirəm. Kök altında 12 vurulsun 3-cü dərəcədən 27. Bərabərdir. Kök altında 12 vurulsun 27 3-cü dərəcədən 3 çıxır. Bu
Bu da bərabərdir. Kök altında 36. Bu da bizə verir 6. Yəni cavabımız oldu A variantı. Keçdi növbəti sual, 31-ci sual. Kvadrat tənliyin deyir, kökləri cəmi 2 olarsa, köklərinin kvadratları cəmi tapın. Onda kvadrat tənliyin hər birinə k-ya bölsəm, olacaq x-in kvadratı çıxılsın 8 böl k(x) çıxılsın 4 bölünsün k bərabərdir 0. Kökləri cəmi bilirik ki, v-ə görə x1 üstə gəlinsin x2 bərabərdir. Buradakı x-in əmsalının əks işarəsi 8 bölünsün k-ya. Bunu da bizə verib 2. Buradan da çarpaz vursam 2k bərabərdir 8-ə, k bərabərdir 4 almış olur. K 4 isə yerinə yazsaq, olacaq kvadrat tənliyimiz x kvadrat çıxılsın 2x çıxılsın 1 bərabərdir 0-a. Bizdən soruşur, köklərinin kvadratları cəmini tapın. Yəni x1-in kvadratı üstəgəl x2-nin kvadratını soruşur. Bu da bərabərdir, müxtəsər kimi yazsaq, x1 üstəgəl x2-nin mötərizə kvadratı çıxılsın 2x1, x2 şəklində yazarıq. Bərabərdir. x1 plus x2, x-in əmsalı əks işarəyə, yəni 2-dir, olur 2-nin kvadratı. Çıxılsın 2 vurulsun x1, x2 isə buradakının olduğu kimi mənfi 1-ə bərabərdir. Bu da bərabərdir 4 üstəgəl 2, cavab olur 6. Yəni C variantı olmuş olur. Keçdik növbəti sual, 32-ci sual. X-3-ün kvadratı üstəgəl x-2y plus 7-nin mötərizə kvadratı bərabərdir 0 tənliyindən y-i tapın. Kvadratlar cəmi 0-sa şagirdlər, demək ki, hər bir mötərizə ayrı-ayrı 0 götürüb həll edəcək. Demək, onda x-3 bərabərdir 0-a. Buradan ilə x bərabərdir 3 alınmış olur. İkinci mötərizə x-2y plus 2y plus 7 bərabərdir 0-a. X-in qiyməti 3 olduğuna görə 3 çıxılsın 2y üstəgəl 7 bərabərdir 0-a. 2y bərabərdir 10-a. Y də bərabərdir 5 alınmış olur. Yəni bizdən də y soruşurdu. Cavabımız B variantı 5. Növbəti sual, 33-cü sual. Təpə nöqtələrindən deyir 3-ü çevrə üzərində və 4-cüsü bu çevrənin mərkəzində olan rombun iti bucağını tapın. Əvvəlcə çevrəmizi və rombumuzu çəkək. Demək, 3 təpə nöqtəsi deyək ki, A-dır, B-dir, C-dir. Burada bir O olsun. Demək, 3 təpə nöqtəsi çevrənin üzərindədir. Olan rombun iti bucağını tapın. İndi gəldik, biz bilirik ki, rombun tərəfləri bərabər olduğuna görə, onda böldüyü qövslər də bərabər olmuş olur. Yəni, bura alfa desəm, burada olur alfa. Onda A-dan C-yə qədər qövsümüz 2 alfa olduğuna görə, mərkəzi bucaq olduğuna görə burada oldu 2 alfa. Və rombun da qarşı bucaqları bərabər olduğuna görə bu da olur 2 alfa. Onda bu daxili bucaq olduğuna görə 2 alfadırsa, onda A-dan C-yə qədər olan bu qövsümüz olur 4 alfa. Və bütün qövslərimiz, yəni 6 alfa bərabərdir 360 dərəcədir. Alfa bərabərdir 60 dərəcə alınmış olur. Alfamız 60 isə onda bu mərkəz bucağımız oldu 120 dərəcə. Bizdən də buradakı iti bucaq olur 60 dərəcə. Yəni cavabımız olur D variantı. Keçirik növbəti sual, 34-cü sual. Şəkildə düzgün 10 bucaqlı verilmişdir. Şəklə əsasən alfanı tapın. Əvvəlcə bu 10 bucağlının xaricinə bir çevrə çəkək. Demək, çevrəmizi çəkdik. Şagirdlər, biz bilirik ki, 10 bucağlının bütün tərəfləri eyni olduğuna görə, demək, burada bölünən qövslər, yəni bura x qövsü, bura x desək, hamısı bir-birinə bərabər olmuş olur. Demək, 10 dənə x-imiz bir tam çevrə olduğuna görə 360-a bərabərdir. X eləyir 36 dərəcə. Yəni, burada hər bir qövsümüz 36 dərəcədir. İndi gəldik. Çevrədə bu 2 vət arasında qalan alfa bucağı biz bilirik ki, qarşı qövslərin cəminin yarısına bərabərdir. Yəni, 4x ilə 2x-in cəminin yarısıdır. Bu da bərabərdir 3x. X-i da biz bilirik ki, 36 olduğuna görə 3 vurulsun 36, 108 dərəcə etmiş olur. Yəni, cavabımız 108 Y variantı olmuş olur. Keçdik növbəti sual, 35-ci sual.
-2 kiçikdir x, o da kiçik bərabər 5 bərabərsinin tam həlləri cəmini tapın. Tam həlləri cəm deyirsə, bu arağa düşən -1, üstəgəl 0, üstəgəl 2, üstəgəl burada 1 yaddan çıxdı, üstəgəlinsin 3, üstəgəl 4, üstəgəl 5 olmuş olur. Və burada -1 ilə 1 bir-birinin əksidir getdi. Onda 2, üstəgəl 3, 5'i verir bizə. 5'in üstünə 4 gəlsək 9, 9'un üstünə 5 gəlsək bizə verər 14. Cavabımız olur D variantı 14. Keçdik növbəti sual 36-cı sual. Kvadratın sahəsi tərəfləri 9 və 4 olan düzbucağının sahəsinə bərabər olarsa kvadratın tərəfini tapın. Kvadratın sahə düsturu bilir ki, A kvadratıdır. Bərabərdir düzbucağının sahəsi isə n-in üzrünə vururuq. 4 vur 9'a. Buradan A kvadratımız 36'dır. A'mız da bərabərdir 6 alınmış olur. Demək ki, cavabımız B variantı 6 olmuş olur. Keçdik növbəti sual 37-ci sual. Məxrəci 49 olan düzgün kəsirlərin cəmini tapın. Demək, düzgün kəsirə bilir ki, məxrəc 49'da 49'da 1, üstə gəlinsin 49'da 2, üstə gəlin nöqtə, üstə gəlinsin 49'da 48'ə qədərdir. Məxrəcimiz 49'dur. Surət 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl nöqtə, üstə gəl 48 olmuş olur. Və surətə fikir versək, yəni cəmdir. Yəni 1-dən n-ə qədər hədlərin cəmi deyəndə 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl nöqtə, üstə gəl n olanda onda düsturumuz n vurulsun n plus 1 bölünsün 2 olmuş olur. Həmin bu düsturdan istifadə etsək, onda bizim surətimiz olacaq bərabərdir. N'imiz, yəni 1-dən 48'ə qədər 48'dir. Vurulsun 48 plus 1 böl 2. Məxrəcimizdə də 49 var idi. Bərabərdir. 2 ilə 48 yesə burada 24. Olur 24 vurulsun 49 böl 49. 49'lar da ixtisar getsə cavab olmuş olur 24. Yəni C variantı olmuş olur. Keçdik növbəti sual 38-ci suala. 38-ci sualda bizə deyir ki, fx bərabərdir x kvadrat çıx 4x üstə gəl 3 parabolasının təpə nöqtəsinin apsisini tapın. Yəni x0 soruşur bizdən. x0'ın düsturu -b bölünsün 2a-dır. b-miz -4 olacağında müsbət 4 bölünsün 2a-mıza görə 2 vur 1. Bu da bərabərdir 4 bölü 2 eləyir 2. Yəni cavabımız oldu C variantı. Keçirik 39-cu sual. ABC trapesiyasında M-in paraleldir AD olarsa BC 10'dur, AD 15'dir, AM 7,2'dir. Bizdən soruşur MB, yəni bu x-i. Əgər M xəttimiz oturacaqlara paraleldirsə, onda şahidlər 10'un x-a nisbəti bərabərdir 15'in 7,2 nisbətinə. Və buradan çarpaz vursaq 15x bərabərdir 72'yə, x də bərabərdir 72 bölünsün 15. 3'ə ixtisar aparsaq 5'də 24, yəni 4,8 olmuş olur. Cavabımız oldu C variantı. Keçdik növbəti sualımız 40-cı suala. Trigonometri funksiyalara aid sualdır. Qiymət cədvəldir. Sinus 30'da biz bilirik ki, qiymətimiz 2'də 1'dir. Üstə gəl tangens 45'də bilirik ki, qiymətimiz 1'dir. Kosinus 60'da qiymətimiz 2'də 1'dir. Çıxılsın kotangens 90'da isə 0 almış olur. Bu da bərabərdir. 2'də 1 üstünə 2'də 1 gəlsəm 1 edir. 1 plus 1 də bizə verir 2'ni. Cavabımız oldu A variantı. Bu da sonuncu sualımız 40-cı sual idi.